Vüsal Kəlbəzəri bu günlərim yenə də evsiz bir ailəni sizlərə təqdim eləmək istəyirəm. Kəlbəzər rayonunun Geçdək kənd sakinini sizlərə təqdim eləmək istəyirəm. Başda birinci cənab prezidentimizə təşəkkür edirik. Ona görə təşəkkür edirik ki, cənab prezidentimiz siyasət nəticəsində, şəhidlərimizin qanı nəticəsində torpaqlarımız erməni işğal altından azad olundu. Təşəkkür edirik. Və bu günlərimdə çoxlu sayda erməni işğal altından azad olunan yerdə evlər var. Onlarda bizim belə evsiz insanlarımız ora getmək istəyirlər. Jurnalistin işi nədir? Jurnalist ya müraciəti işlandırmalıdır, ya kimdəsə çəkməlidir. Biz də onu işlandırırıq və aidiyyəti olan orqanlardan xahiş edirik ki, onlara dəstək olsunlar. Adınız, soyadınız? Zamanov Vizay Faziloğlu. Və hansı kəndin sakinisiniz? Hansı rayon sakinisiniz? Kəlbəzər rayon Geçdək kəndinin sakiniyəm. Çox gözəl. Əsas bax bu başda Rövşən müəllimə biz dərin təşəkkür bildiririk. Cənab prezidentimizə sağ ol deyirik. Rövşən müəllimə də dərin təşəkkür bildiririk ki, o da Qarabağlıdır. Gecə gündüz elə gün olur ki, bayram günlərində dayanmadan orada insanların içində işləyir, çalışır, vətənimizə xidmət edir. Evi olmayanlara dəstək olurlar. Bax buradan Rövşən müəllimə, aidiyyəti olan orqanlara xahişin, rizan nədir? Nəyə müraciət edirsən? Nə deyə bilərsən? Başda prezidentimiz İlham Əliyevdən, Mehriban xanımdan, cənab Rövşən Rizayevdən xahiş edirəm ki, bizə köməklik eləsin. Biz də sizə dərin təşəkkürümü bildiririk. Biz inanırıq ki, inşallah aidiyyəti olan orqanlar biz bunun şahidiyik. Bariz nümunəsini kimi mən deyə bilərəm ki, dəfələrlə şahidiyik ki, yüzlərlə ailələr sevinirlər, çox sağ olsunlar. Jurnalist nədir? Jurnalist dövlətimizin gözüdür. Onları olmayan işləri, olan işləri insanlara və aidiyyəti olan orqanlara çatdırmaqdır. Yiğit bala, adın nədir sənin? Fazıl Zamanzadə. Zamanzadə. Sənin arzu istəyin nədir? Nə istəyirsən? Bizə ev verməklə. İnşallah. Bəli, bu qaldıqları evdə hal-hazırda kira deyil. Nə də dövlət tərəfindən verilən ev deyil. Qohum evidir. Sözün müvəqqəti qalıbdır. Bu evin sahibi hardasa Goranboy rayonu Veyisli kəndidir bura. Goranboy rayonu Veyisli kəndində taksi işləyir bizim qardaşımız. Gecə-gündüz əziyyət çəkir. Amma yad bir evdə qalıbdır. Aidiyyəti olan orqanlardan xahiş edirik ki, nə bilim Gəncədə, Xocalı qəsəbəsində, inşallah Goranboyda, Həsənrızda, Ağdərədə müxtəlif kəndlərimiz var ki, oradan gözəl bir ev verilsin, bizim qardaşımız da təmin olunsun. Bəli, buna inanırıq. Gələn çəkilişimizi inşallah biz inanırıq ki, bax o evdə gözəl çəkiliş eləyib sayacağıq. Təşəkkürlər, minnətdaram. Allah can sağlığı versin. Çox sağ ol, Allah razı olsun. Sağ ol.